Aha. Deməli uşaqlar, karbon qazının miqdarı nə qədərdir? Buradakı karbonun sayı qədər ən azından. Mürəkkəb maddənin bir tamında neçə karbon varsa, o karbonun sayı qədər maddənin əmələ gələn karbon qazında da karbon olmalıdır. 3 karbon 3 yazdıq. Hidrogen sayı 7, 1, 8. Sol tərəfdə 8 hidrogen var. Sol tərəfdə 2 hidrogen var. 4 yazılır ki, əmsal olaraq indeks bərabər atom sayısı. Oksigen sayı 3 dəfə 2, 6 burada, 4 burada, 4, 10 dənə. Sol tərəfdə bir oksigen görsənir mürəkkəb maddənin tərkibində. Qaldı 9 oksigen. Bura 9 olması üçün yazırıq isə 9 bölünsün 2. Təzədən hər tərəfdə 2-yə vururuq. 2, bu gedir qalır 9, bu olur 6, bu da olur 8. Bəli, reaksiya misallaşdı. Məsələn, şərtdə toxunmuş o məsələni. Deyir ki, 1 mol karbon dioksidini alınması üçün 1 mol karbon dioksid. Normal reaksiyada karbon dioksid neçə mol alınır? 6 mol. 6 mol karbon dioksid alınında, 6 molekul alınında neçə mol oksigen sərf olur burada? 9 mol. 9. 9'a 6'dırsa da, indi 1 mola 6 dəfə azalırsınız. 9 bölü 6, 1 tamında 5 mol. Nəyi sorulur? Oksigenin molu elə? Bəli, 1 tamında 5 mol. Birinci soru cavab oldu, 1 tamında 5 mol. İkinci sualdır. Bəli, birinci soru yuxarıda qalmışım. Birinci soru neydi? Hə, yaxşı, ikinci sualdır. İkinci. Qeydlərə dolar reaksiyasına. Birinci sual. Deyir ki, kalsiyum karbonat və natrium kloriddən ibarət qarışıqda karbon elementinin kütlə payı 10%'dir. Kalsiyum karbonat, bir də natrium klorid maddəsidir. Bu maddələrin qarışığında karbon elementinin cəmi kütlə faizi 10%'dir. Deməli, karbonun burada miqdarı nə qədərdir? Bir dənə. Bir karbon neçə qramdır? 12. 12 qram maddəmiz. Bütöv qarışığı neçə faizidir? 10% elə. 10%. Onda bunun deməli 100% qarışıq neçə qram olar? Bütöv qarışıq kütləsi. 100%. 100% qarışıq olacaqdır. Nə qədər? M. M qarışıq. M də bərabərdir 120 qram. Bütöv qarışığın cəmi kütləsi deməli 120 qramdır. Bu faizə görə baxdıqda. İndi burada qarışığın tərkibi hər bir maddə neçə mol olduğu bilinmir də. Bilinmədiyinə görə bizdən sadəcə nəyi soruşur? Cəmi qarışığın miqdarına görə. Biz nisbətin birin birə götürən zaman ən azından bunun 1 tamında 12 qram karbon var. 1 tam kütləsində. Və bunun 1 tam kütləsində 12 qram karbon olan zaman bu maddənin özünə qədərdir kütləsi? 100 qram. Deməli, 12 qram karbon olan zaman bu maddənin 1 tamı 100 qramdır. İndi burada bir riyazi məntiq var. 12 qramın 10% olduğu təqdirdə, 12 qramın 10% olduğu təqdirdə, 12 qram maddəmiz qarışığın bütöv kütləsinin 10%'dir. Onda bunun deməli 12 qramı 10% olan təqdirdə cəmi qarışıq nə qədərdir? 120 qram. 120 qramın 100 qram olursa da yerdə nə qədər qalır avtomatik? Buna düşən pay. Əgər tama görə baxsaq, biri-birə nisbətdə. Biri-birə nisbətdə bunun 12 qramında 12 qram 100 qramına uyğun gəldiyinə görə maddənin 1 tam 100 qramdır. Onda 100 qram budursa da miqdara görə. Yerdə qalan bunun kütləsi də faiz miqdarı, kütlə miqdarı da olacaq 120-dən, yəni cəmi kütlədən 100 qram budursa, əgər 20 qram budur. Bizə burada sadəcə kalsiyum karbonatla natrium kloridin qarışığında bizə demilir ki, kalsiyum karbonatla natrium klorid maddəsi deməli neçə moldur? Molu verməkdir. Məsələn, bu x mol ola bilər, bu ola bilər y mol. Onda x, y ilə ifadə eləsək, deməli bu maddənin 1 tam 100 qramdır, 100x olacaqdır. Kalsiyum karbonat x molu 100x. 100x'in içərisində 12x karbondur. Digər maddəmiz də mol miqdarı y molda. Y mol natrium klorid. Natrium klorid bir mol nə qədərdir? 35,5 gəl, 58,5. 58,5 y elə. Bunun tam kütləsi. Deyir, buradakı karbonun kütlə faizi, yəni 12x bölünsün 100x üstə gələk 58,5 y. Buraq 100 bərabərdir 10%.
Buradan x, y arasındakı əlaqəni tapın. Hər tərəf 10'a bölsəz, burada 10 düşür, burada 1 düşür. 10'a vuranda 12 isə 120x bölünsün 100x üstə gələk 58,5y bərabərdir 1 elə. Oradan da çarpı nəzərə alın. Deməli 120x bərabərdir 100x üstə gəl 58,5y. X bərabərdir 58,5. Aha. 20x bərabərdir 58,5y. Buradan da tərəf-tərəfə bölsəniz əgər, mümkün dərəcə, xəçər aparsanız, ya hər tərəf 20-yə bölün, x neçə eləyir? X bərabər 20-yə bölündə 5 tam 185, onu da 2-yə bölərsiniz. 5 tam 182 tam. Oradan baxın, qiymət tapın. 20x bərabərdir 58,5y. 20x bərabərdir 58,5y. X də bərabərdir 58,5y bölünsün 20-yə. 5 tam 185 bölünsün 2. 2 tam 1925 olur. Beləcə qalsın da. X bərabərdir 20-də 58,5 x. X-in 1 molu nə qədərdir kütləsi? 1 molu 100 qram. Aha. Onda x mol nə qədərdir? Tapaq. Kalsium karbonatın kütləsi nə qədərdir? Deməli 20-də 58,5 vurulsun. Bunun 1 mol kütləsi 100 elə. Vurulsun 100. 100 ilə 20 xısa gelir də 5 qalır. 5 vuraq 58,5. Neçə eləyir? 292,5. 292,5. Yaxşı. İndi x-in miqdarı nə qədərdir? Bu qədərdir. Bunun molunu vurun 20-də 58,5-ə. Bunun 1 molundakı karbon kütləsinə 12-yə. Və buradakı karbon kütləsi nə qədərdir? 12 vurulsun 20-də 58,5. Bax, bu ifadə deyək ki, qarışığın neçə faiz edir? 10 faizdir. Bütün qarışığın 10 faizdir karbondur. Bu tapdığımız 10 faizdir. 12 vuraq 20-də 58,5 10 faizdir. Burada nəyi tapmalıyıq? 35,1 eləyir. Hə, buradan tapı 100 faizdir. 100 faiz qarışıq nə qədərdir? Bu üstəyə görə. Qarışıq. Böyle neçə eləyir? O 10 faiz isə 100-ə vurub ona verəcək. Aha. Buradan tapdıq ki 292,5 qram offshore kalsium karbonatdır. Buradan da cəmi qarışıqdır. Cəmi qarışığı tapandan sonra cəmi qarışığın kütləsindən çıxın bunun kütləsidir, kalsium karbonatdır. Bərabərdir natrium klor kütləsinə. 35 tam 350 eləyir. Buradakı 350. hə 350 də. Deməli, buradakı cəmi qarışıq qarışıq bərabərdir 351. Qarışıqdan çıxın kalsium karbonatı. Tapın natrium kloridir. Natrium kloridin kütləsi bərabərdir 351 çıxılsın 292,5. 58,5. Aha, neçədir? 58,5. Natrium klorid, o da bəli, natrium klorid 1 moldur. 58,5 qram. Cəmi qarışıq nə qədərdir? 351. İndi buradan tapın natrium kloridin faizini. Natrium kloridin qarışdıran faizi, buradakı natrium klorid 58,5, bölünsün cəmi qarışıq 351, vurulsun 100. Oradan tapacaqsınız natrium kloridi. 17. Omega faiz natrium klorid bərabərdir 17. 17 faiz. Bəli. Hə, 1 ilə 2-ni dedik. Sonra keçdik 3-ə. Aşağıdakı verilmiş hansı səcdə 21 neytron və 19 elektron var? Adi bir şeydir. Bunu qeyd elədiniz. Bunu silin.
Deməli uşaqlar, üçüncü misalda iyonlar veribdir, iyon da atom və s. nədirsə də. Deməli A variantında kalsiyumdur, kalsiyum 20, 2 müsbət 18 elektron sayısı deməli burada 41-də veribdir. Mesela burada bir Birində A variantında 2 müsbətdir, B variantında eləcə müsbətdir. Bir dənə fərqli olmur. hə, 2 müsbətdir. Yuxarıda bir 41 verirlər. Bəli, yuxarıda ikisində 41 var. 41, onda burada 20 neytron, 21 elə, 1 proton. 21 onda 19 eləyir. B variantında kalsiyum 1 A müsbətdir. variantındakı elektron 20 21 yazmış. Hə, 20. 20, burada 1 müsbətdir. 2 müsbət. Bunda 2 müsbət olanda axı 41 atom Ona çıxır. görə digər A variantı o bir tərtək 21 20 olur. 21 neytron 20. 21 yazmış sonda eyni şeydir. Bu niyə belə verir? Biz qəribə görsəndir, burada yazılır. Kimsə yazıb üzərində ona görə. 41, bax birincidə yazıbdı. 41 atom kütlə, 20 neytron, 20 protondur. 41 kütlə var, kütləsidir, üstündə yazılır. 20 neytron, 20 protondur, onda 18'dir, onda 21 neytrondur. Burada 1 müsbətdir, 41, 20 neytron, 20 proton, onda 19 elektron, 21 eləyir. C variantında kalyum 19, 40 21, 1 müsbət 18 elə. Proton sayı 12, 18 elektron. D variantında da ki skandiyumdur. Skandiyum 21, 40 elə, 19, 2 müsbətdir. 2 müsbətdirsə 19. Y variantında isə xlor 17 proton, 38 ispatom kütləsi, 19 elə, 19, 1 mənfi D. 17 bunun elektron proton sayıdır. O en çok değil 18. 18 elektron. O da 17, 38, 19. Bəli. Bizə soru sor. 21 neytron, 19 elektron. 21 neytron, 19 B variantı. Bəli. 21 neytron, 19 elektron. Düsturumuz nədir? Proton çıxaq iyon yükü bərabər elektron sayısı, nisbi atom kütlə çıxaq proton bərabər neytron sayısı. Dördüncü sual. 1 gram dimetil aminoksil radikalında dimetil aminoksil bu CH3 dimetil bir də NO aminoksil maddəsində neçə atom var? Uşaqlar adi bir şeydir. İndekslərin cəmi atomların sayı mötərizə xarici 2-dir. 2-ni çağıranlar bunun 1 molunda 1 karbon, 3 hidrogen, 2 molunda 1 plus 3 4, 2 8, bir azot var burada, bir oksigen var. Toplayın atomların cəmi. 4 dəfə 2 8 9 10. Bəli, 10 Na, yəni 10 mol atom var. 10 Na, 10 mol. 10 mol nəyə bərabərdir? 10 mol. Deməli 10 molun miqdarı Avogadro sayısı götürüb 6 bıraq 10 üstü 23-ə. 1 Na nəyə bərabərdir? 6 bıraq 10 üstü 23. Bəs 10 Na nəyə bərabərdir? X. X də bərabərdir 6 bıraq 10 üstü 23 elə vurulsun 10. O da 6 bıraq 10 üstü 24. Bəli. Y variantı. 4, 5. Metalın bir valentli oksidi qızdırıldıqda metalla və oksigenlər parçalanır. 5-ci. Alo. Salam arkadaşlar. Yaxşı olur. Bura gəlmişik biz. Prosto burada məsələ biraz proyektlər işləmədi. Bu sistem blokuna yükləyib gəlmədi. Görün sizdən yaratmış burada kim varsa da rəhbərlikdən bundan yaxınlaşır. Burada gəldikdə orada başlar. Bəli, hafız telefonla o RPM suallarına baxırıq, öpür suallarına baxırıq, bir telefonla baxırıq. Məsələn, alınmadı, proyektdə yanmadı. Deyirlər ki, məndən qabaq kimsə hansı müəllim olub. Dedim, ola mənim günahı yox deyil, burada otağa tok gəlmir.
Hə, deyir, nəsəbəşi o itirim yazıb, neyəsidir ki, o proyektlərlə var, tok gəlir. Ümumiyyətlə, sistemdə tok yoxdur. Adaptör taxırıb, hər tərəf işləmir tok. Vallahi gəldirik müəllimə, baxdılar, prosto başları çıxmadı. Axsaqqal gəldilər, başqa müəllimə də gəldi, qalır müəllimə. Elə bir, o sistem blokundan kompüterə topları paylanır. Onu da kompüter yazılır. O divardakı o korkdan içindən olan oradakı o yerlər ki var, o grupları. Onlar işləmir, onları topşalır. Yox, tamamsız telefondan suallar işləyir, baxırıq. Belə müəllimə, baxsınlar, prost deyərimizə də gör ki, alınmadı deyə baxdığımız yerdə, sonrası bir baxı sualları. Baxırıq onsuz. Yaxşı, sağ olun, sağ olun müəllimə. Sağ olun. Mən çox mutluyum. Nə? 5-də metalın bir valentli, X elementi bir valentli müsbət 1, iyon 2 oksidaşma dərəcəsi, oksigen də əksələn oktet qaydasına görə çox yükü, mənfi 2, çünki 2 elektron alır da əksələn. Çarpma cəzmədə X2 olur. X2O maddəsini qızdırdıqda parçalanır metal və oksigeni. Əmsallaşdırın tez. Burada 2 oksigen var, 2 yazılır. Burada 4 yazılır. Belə. Aha. Deyir 4.64. 4.64'ü parçalandıqda 0.32 gram oksigen qazanılır. 0.32. Hə, normalda oksigen nə qədər alınır? 2 gram oksigenə. 1 mol nə qədər? 32 gram. Gram mol 2, 32 gram. Onda 100 dəfə artıqdır. 100 dəfə artırır. 464. 464 bunu kim olur? 2 molu 464 ise də, onda 1 molu 232 ilə. Bu maddənin 1,232'dir. Yəni X2O'nun molyar kütləsi 232'dir. 1X'in kütləsi X-dir, 2X, 2X'dir. 1 oksigen 16'dır, 232'dir. Buradan da 2X bərabərdir, 232 çıxı 16. 2X bərabərdir, 216. X də bərabərdir, 108. Bəli, 108 olan yəqin ki, gümüş olmalıdır. Bəli, bu metalın nisbat atom kütləsi 108'də da gümüşdür. Argen. Gümüş. Növbəti 6-cı sual. Aşağıdakı oksidə hansısa suda həll etdikdə turş mühit yaranır. Şöyle bildiyiniz kimi qayda budur ki, bəli, turşu xasarı maddələri, turş oksidləri, turşların özünü suda həll edən zaman turş mühit yaranır. Bağlı cavablara, natrium oksid aktiv metaldır. Qüvvətli metalların özünü hansı xasarıdır? Əsas xasarı. Əsas xasarı metalların oksidləri də əsas oksidlərdir. Magnezium oksid də əsas xassəlidir, qismən zəif olsa, düz suda həll olmur, reaksiya girmir, ancaq əsas xassəlidir. Alüminium oksid onsuz da amfoter xassəlidir və suda həll olmayacaqlar. Silisium dioksid istisna. Silisium dioksid turşu xassəli oksiddir, ancaq suda həll olmur. Çünki bu turşu oksidi, yəni belə deyək də, su ilə reaksiya girib turşu alınmır başa. Bu istisnadır. Bir dənə qaldı qara SO2. SO2-ni suda həll edəndə alınır sulfit turşusu, qapalı məkanda, qapalı qalır, təzyiq altında su turşalır. Yəni, ona görə də bu turşu xassəli maddəyə çevrilir, Y variantı. 7-ci sual. Natrium, hidroarsenat, hidroarsen-O4. Bu maddə vurulsun NOH2, yəni kristal hidrat maddəsi. Bunu qızdıranda deyir ki, birləşmənin tərkibindəki su molekülləri buxarlanır və maddə kütləsinin 40.42% itirir. Deməli, buxarlanan suyun kütləsinə qədərdir 40.42%. Yəni, bu maddə sizdə ki, bütün kristal hidrat maddəsini qızdıranda alınır duz, natrium, hidroarsenat. Üstə gələk N mol su. Məntiqlə deyir ki, ayrılan suyun kütləsi başlanğıc maddənin 40.2%-dir. 40.42%-dir. 100%-in 40.42%-i sudursa, neçə faiz duzdur bu maddənin özüdür? Yerdə qalan maddə. 59 tam 60-58%. İndi hesablayın birimizi. Bu maddənin bir tam kütləsini. Natrium hidroarsenat. Orada cədvəldə olmalıdır. Arsenatın natrium 23, 2 mol 24, hidrogen 1, oksigen de 16 bırak 4, 64'dür. Bir de orada qaldı arsen. Arsenin kütləsi. Yukarıda cədvəldə verildi. Ona görə cədvəl orada yoxdur. Arsen.
verilmir. Burada yoxdur, eləmi? Arsen harada 4 adadır, hə? 4 adadır. Baxın tez, azot, fosfor, arsen, fosfor 31, arsen də 50 neçə olmalı aradası. Ona görə yoxsa? Arsen 75. Hə, 75. Onda şöyle bunun bir mol hesaplayın. 2 oksijen 46, bir tane hidrojen 1, bir tane arsen 75, 4 oksijen 64. Bunun hesaplayın molar kütlesi, bir tam kütle. 76, neçə? 186. Deməli, yerdə qalan duzun bir tam kütləsi 186 qramdır. 186 qram duz, yerdə qalan duz maddəsi. Başlanğıc maddənin 59 tam, 59 tam. %58% varsa, alınan en molsu, bir molsu ne kadar? 18 gram. Onda burada en molsu alınır. En molsu 18'dir. 18 evimiz de 40.42%'dir. Buna en takım. Sarpazın temasına en qiyməti sayılır bundan. Enlə beraber görəsə eləyir. Orada çok. Tərəfindən 7 tam %1. 7. Oradan da 7. Diyor variantı. Yaxşı. Şeymiş o qeydlərə cavab mı? Deyir ki, məhlulun qatlığını ifadə etmək üçün molyar qatlıqdan əlavə molal qatlıq da istifadə edilərlər. 5 molal məhlul hər 1 kiloqram həlledicidə 5 mol həll olan maddənin həll edildiyini göstərir. 100 qram brontimol mavisi, deməli, budursa da nəticə, 1 litr etanolda həlledicidə həll olmuşdur. Proses 10 dərəcədə baş vermişdir və bu temperaturu da etanolun sıxlığı 0,10.7979 kiloqram bölünsün litrdir. Bu məhlul mollar qatlıq hesablayır. Şöyle baxın. Mən molal qatlıq nəyə deyilir? Özü deyir. 1 kiloqram həlledicidə həll olan maddənin mola miqdarı. 1 kiloqram. 8 sual. Həlledicidə həll olan maddənin nə ilə ifadəsidir? Mol miqdarı ilə. 1 mol həll olan. Yəni 1 kiloqram həlledicidə nə qədər neçə mol maddə həll olursa, onun deməli ifadəsi molal qatlıqdır. Deməli, molal qatılıq bərabərdir. Deməli, mol miqdarı həll olan bölünsün deməli kiloqram miqdarı həlledici. Gəlin baxaq. Deməli 100 qram brontimol mavisi. Brontimol da uşaqlar C27H28 brom 2O5S. Deməli, birinci hesablayayım. Brontimolun 1 mol kütləsi mavisinin, brontimol mavisinin. C27 karbon, H28 hidrogen, 28. Bir də brom 2, O5S. Birinci bunun 1 mol hesablayaq. 1 mol kütlə nə qədərdir? Brom 80. 27 karbon, 27 brom 12, 28 hidrogen 1 qramdır.
Brom 2 vuraq 80, 5 oksigen 5 vuraq 16, bir dənə küçükdə 32 neçə eləyir? 624. Aha. Bunun 1 mol kütləsi 624 qram belə, qramdır. Yaxşı, bunun deməli, belə deyək də onda 100 qram brom timol mühafizə neçə moldur? 1 molu 624 qramdırsa, neçə molu 100 qramdır. Yəni, x bərabərdir 100 bölünsün 624-də. Belə qalsın. Bu, bunun mol miqdarıdır. İndi nəyə tapmaq lazımdır? Həlledicinin miqdarını. Deyir ki, həlledici 1 litr etanoldur, etil spirtidir. Və bunun da 10 dərəcədə sıxlığı 0.7979-dur. Yəni, sıxlıq məlumdur və həcm məlumdur. Nəyi tapmaq lazımdır? Bunun kütləsini. Bəli, kiloqram edilir. Evet, deməli, 1 litr etanol, onun həcmidir, 1 litrdir. Rho da sıxlığı da ki, 0,79 kiloqram. Sıxlıqla həcm vurulub tapın kütləni. M bərabərdir rho V. O da 1 vurulsun 0,79, elə özünə bərabərdir. Yəni, etanolun kütləsi M, etanol, C2H5OH, deməli, bərabərdir 0,79. Aha. Deyir, bu qədər spirtdə həll olubdur. İndi baxın, spirti 0,79 kiloqram etanolda həll olur 100 bölünsün 624 qram brom timol mühafizə. Biz nəyə gəlməliyik? Həlledicinin 1 kiloqramda. Yəni, bunun 1 kiloqramında nə qədər brom timol mühafizə həll olacaqdır. Və yaxud eyni şeydə 1 kiloqram nədir? X-dələr. X-lər bərabər eyni şey deyilər. 1 olsun bu, bölünsün bu. Və X bərabərdir, yəni molal qatlıqda elədir ki, molal qatılıq bərabərdir 100-624 təzdən bölünsün 0,79 neçə? 0,2. Təqribən 201 ilə hələ icabsızdır. 0,201 mol bölünsün kiloqram. A, B, C, D variantı. O da bərabər 0,201 mol bölünsün kiloqram. Bəli, D variantı. Bu qədər. Səndə misal deyil, belə uzun cümlə yazıblar. Mən tutmaq lazımdır orada, nə eləmək lazımdır? Sadəcə nə olmaq lazımdır? Növbəti qeyd edin test. Karbonun 2 izotopu olan pərdəli var. Karbon 12, karbon 14. Karbon elementinin də nisbi atom kütləsi 12,011-dir. Karbon 14 təbiətdə yayılma faizi aşağıdakilərdən hansıdır yayılma faizi? Qeyd edin, baxaq uşaqlar. Cavabısı nə yaxşıdır bu? 7-ci sinifdə olmalıdır. 7-ci sinifdəki o elementin təbiətdə yayılan isotopların faizlərinə görə orta atom kütləsidir. Nisbi orta atom kütləsi. Düsturumuz nədir? 9-da. Bəli, 9. Deməli, ayır orta nisbi atom kütləsi bərabərdir. Bir elementin öz birinci faizə olsun, o faizə uyğun nisbi atom kütləsi, elementin ikinci faizə olsun, onun nisbi atom kütləsi, bölünsün faizləri cəmi 100-ə. Deyir ki, elementin karbonun nisbi atom, orta nisbi atom kütləsi, ayın orta 12,011-dir, 12,011. O da bərabərdir. 1x ötürər, yəni isə 100x ötürər. Yəni faizlər verilmirsə, 1x faizsə də, yəni olacaq da 100x faiz. Və məhsulun elədir ki, birincinin faizi x olsun, birinci elementin kütləsi, deyək ki, karbon 12-dir, x var 12-dirsə də, ikinci elementimiz 100 çıxaq x, vurulsun, ikinci elementin faizi 14, bölünsün faizlərin cəmi 100. Bunu işləyir. 100-a vuranda 2 0, 2 vergübəyə gedir, 1201 tamamda verirlər, 1200, 1 tamamda 1, bərabərdir. 12x üstə gələk, 1400 çıxaq 14x. Bundan bu getdiyimi qaldı burada 2x bırak edelim. 2x bərabərdir, 2x bərabərdir.
1400 çıxılsın 1200 X tabii 100 sayısı lazımdır. Biz o da sistem 155% edir. Aha, x-ə bərabərdir. X-in qiyməti. X-in qiyməti 99,45. Hə, 99,45. X nəyin faizidir? 12-nin. Karbon 12 izotopunun təbiətdə olan faizi omega faiz. Karbon 12, karbon 12. 99,45 isə də, onda omega faiz, karbon 14-dəki yerdə qalan faiz. 100 çıxılsın 99,45. Belə. Onda omega faiz, karbon 14, nəyə bərabərdir? 0,55 ilə faiz. Bu qədər. Sədir məsələ deyil, prosta yəni düstur bilmək lazımdır, qaydasın. Onda oksigen atomunun ikinci elektron təbəqəsində adi bir şeydir. Oksigen 8 kodlaşdırın. 1s2s2, 2p4. 2p4-də, 2s2p4-də neçə elektron var? Zəhmət. 6. Yəni ikinci energetik təbəqəsində, ikinci səviyyədə və ya ikinci baş kvant ədədi 2 nömrəsində, ikincidə 6 elektron var. Yəni valent elektron sayı bərabərdir ikinci təbəqə, sonuncu təbəqə elektron sayına. 6 elektron. Adi bir şeydir. 10 sual. Kodlaşdırırsınız. Oksigen 8-i, 1s2, 2s2, 2p4. İkinci kvant ədəd N2. Bəli, elektron sayı ikinci təbəqədə 6 elektron var. Y variantı. Sonra 11-ci sual. Aşağıdakı hansı ortalığın doldurulması zamanı Pauli prinsip pozulmuşdur? Uşaqlar, qaydamız budur. Pauli prinsipinə görə birdən çox xana varsa, əvvəlcə elektronlar tək-tək dolur, hamısı bir tək. Hamısı bir tək dolandan sonra təzədən başa qayıdırır, hər birində bir elektron artırılır. Bəli, bu qayda olur. Ardıcılıq budur. Deməli, birinci yanlışdır. Birinci nə yanlışdır? Deməli, elektronlar... Birinci dolmada ikinci dolmada. Bəli, ikinci olurdur. Yəni, bu yanlışdır. İkinci səhvdir, çünki üçüncü xana boşda, amma ikinci xana 2 dənə qoyub. Bəli, C variantında da bir xanada eyni istiqamətdə yanlışdır. D variantı da yanlışdır. Burada əslində Pauli prinsipi pozulmamışdır da ola bilər. Çünki burada 4 variantda hamısı yanlışdır. Alimlər də var idi, eyni qaydanı ilə. Pauli prinsipində deyəsən C variantı pozulubdur. Çünki eyni istiqamətdə olmaz. Biz ardıcıl dolma dediyi C-nəsib yoxsa alfa belə bir adam var idi, onun prinsipini ayrı. Hə, onda belə deyək, bir xanada 2 eyni istiqamətdə elektron olmaz. Bəli, onda bir xanada 2 eyni istiqamətdə, yəni belə deyək, belədir ki, minimum səviyyədə elektronlar nə ilə fərqlənir arasından? Ən az nə ilə fərqlənir? Bir xanadakı istiqamətinə görə. Hətta enerjilər yaxın olan elektronlar belə nə ilə fərqlənir? Bir xana daxilindəki istiqamətinə görə. Yəni, ən azından 2 elektronun ən azından istiqaməti mütəbir olmalıdır. Enerjilər belə yaxın olsa, hətta enerjilər çox yaxın olsa belə, onların bir xana daxilində istiqamət mütəbir olmalıdır. Yəni, belə deyək, uşaqlar, elə bir ki, elektronlar bir xana daxilə gəldikcə, onların uyğunluğu artıq, çox alır. Ancaq bir dənə burada nə ilə fərqlənir? Hətta, belə deyək də, var baş kvant ədədi, var orbital kvant ədədi, sonra maddi kvant ədədi və ən son nədir? Spin kvant ədədi. Ən azı elektronlar nə ilə fərqlənir? Spin kvant ədədlərindən. O demək mənası, bir xana daxilində, bir partada ən azından 2 nəfər bir-birinə əks olur. Yəni, dünyada heç bir oxşar elektron yoxdur, tam oxşar. Ən azından enerjilər belə yaxın olsa belə, hətta enerjilər eyni olsa belə, onlar nəyə fərqlənir? Bir xana daxili istiqamətə. Yəni, istiqamətə görə də 2 eyni elektron ola bilməsi mümkün deyil. Ən az fərqli olmalıdır istiqamət. Ona görə də bəli, burada bir xana daxilində bir-birinə əks olan elektron olmalıdır. Ona da C variantında olacaq eyni istiqamət. O mənası da bunda. O deməkdir ki, yəni oradakı 2 elektron tam oxşar eynidir. Tam eyni daha bir-birində, tam eyni. Həm istiqamət eynidir, həm də enerjiləri və s. Ancaq Pauli prinsipi deyir ki, heç bir kəmiyyəti eyni olan 2 elektron yoxdur. Bu yanlışdır. Sonra gəldik. Deməli, 12. 14 qram lityumu 100 qram su ilə reaksiya apardıqda 15 qram lityum hidroksid alınmışdır. Reaksiyanın çıxımını hesablayın. Birinci qayda, çıxım məsələsində nəyə baxırıq? Normal reaksiyanı aparırıq. Normal verilən şərtə görə nə qədər maddə alınır, ona baxırıq. Ondan sonra nəzəri miqdarı nədən o baxırıq. Normal reaksiya gəlin yazaq 12-də. Lityum üstəgələk su alınır, lityum hidroksid
Lityum hidroksid. Üstəgələ hidrogen qazı. Əmsallaşdırın. 2, 2, 2, 1. Aha. Normalda 2 mol lityum, 14 qram. Yetəri qədər su, artıq miqdar suyla. Baxın, burada 36 qram sudur, şərtdə 100 qramdır. Onun mənası nədir? Yəni, su artıqlamasındadır, suya baxmırıq. Əsas baxırıq, tam sərf olan maddiyə. Baxın, normal reaksiyanın özündə 14 qramdır, su 36 qramdır. Şərtdə verilən miqdarı da 14 qram lityumdur. Bunun məntiq izahı nədir? Hansı maddənin tam sərf olunduğunu hardan bilirik? Veriləni özünə bölünür. 14 bölünsün 14, yoxsa 100 bölünsün 36. Bu kəsirlərdən kiçik olan tam sərf olur. Kiçik olan hansıdır? 14 bölü 14. Onda 100% tam sərf olan maddə 14 qram lityum. Normalda 14 qram lityum tam sərf olanda nə alınır? 2 mol lityum hidroksid. Neçə qram edir? 1 molu 7, OH da 7, 24 elə. 1 mol 24'dür. İndi 14 qram sərf olanda 24 alınmalıydı. Şərtdə neçə qram alınıbdır? 15 qram. 24 qram alınsa 100% çıxındı. İndi alınıbdır 15 qram. 15 qram alınıbsa da bunun praktik çıxın faizi etan. Etan hesablayın. Eta bərabərdir 1500 bölünsün 24'ə. Neçə deyir? 62,5. Bəli. Bəli. 14 qram lityum demiş uşaqlar. 100 qram 62,5 lityum maşında 2 əmsalı vardı. Onu 2-yə bölüb 31,25 bilərdim. Hə, 31,25. Biz nə yazıyoruz? 24 qram. Şunlar 24 yazmışıq. Biz dəmir. Hə, 24 qram. Hə, 24 qram normalda əmələ gələndir. 24. Şərt 24 də uşaqlar. Lityum 7. Hə, bizdə qabağa kim oldu? 2 bıraq 24. Bəli, 2 bıraq 24. 2 bıraq 24 48. 48 qram əmələ gələndə 100% çıxındı. 2 oldu qabağa. 15 qram əmələ gəlir. Bunda eta bərabərdir. Bölünsün 48-ə bəli. Burada qabağa kim oldu? Bu nədən alınır? 2 mol nədən alınır? Aha, 31,25. ABC, D variantı da. D variantı. 31,25. Aha. 2,6 qram C2H2 ilə neçə mol oksigen qazı reaksiya getməlidir ki, yanma reaksiyasından sonra maddələrin heç birindən artıq qalması. Birinci qayda, C2H2-ni oksigenlə yandırırıq, onun içində. Üstəgəl O2. Bəli, karbonun sayı qədər, normalda karbon qazı 2, hidrogenin sayısının yarısı qədər də su, H2O. Oksigen balanslaşdırır, 4 burada, 1 burada, 5. Bunun qabağında 2 və 5 yazar. Tərəfdə 2-yə bıraq təzdən. 2, 5, 4, bu da 2. Təhlil uşaqlar. Normalda bunun buradakı yanan miqdarı nə qədər? 2 mol. 2 mol isə 52 qram. 52 qram yanan zaman sərf olubdur oksigen 5 mol ilə. 52 qram 5 mol sərf olubdur. Deyir ki, bunun yanan miqdarı 2,6 qramdır. Yəni 20 dəfə azalır elə, 20 dəfə. 5-ə 20 bölür, 20-də 5 və yaxud da 100-də 25 eləmir. 4-də bir bəlisi 0,25. Deməli, oksigenin reaksiya miqdarı 0,25 mol olmalıdır ki, heç bir maddədən artıq qalmasın. Yaxşı saxlayın. Bax görək. 14-də uşaqlar, 5 mol kalsium hidroksid neçə hidroksid yolu var? Uşaqlar, normalda bilirsiniz ki, 14-də kalsium hidroksidin 1 tamında, 1 molunda 2 dənə OH var. 2 dənə OH qrupu var. OH mənfi hidroksid qrupu var. 5 molunda da N. Bəli, N də bərabərdir 10 Na, 10 mol OH. Bəli, o da 6 tam 106 bıraq 10 üzrünüz olduğuna görə, bəli, 1 NA-mız nə qədərdir həmişə kəmiyyətcə? 1 NA 6 bıraq 10 üstü 23. Burada tam yuvarıq verir də. Onda 10 NA-mız, 10 NA-mız. 10 dəfə çox 6 bıraq 10 üstü 24. Bəli, bu qədər. Baxın, görün. C variantı. Sonra 15. Azotun kütlə payı 15% olan maddəni molyar kütləsi ilə aşağıdakıların hansı ola bilməz?
kütlə payı 15% olan maddənin molyar kütləsi. Yəni, azotun miqdarı tərkibində X olsun da deyək ki, neçə olduğu bilmir də, X qədər azot var. Bir azot nə qədərdir? 14 qram, 14X. 14X-imiz, 14X-imiz deyir 15%-dir. Biz nəyə gəlməliyik? Maddənin 100%-dir. 100%-imiz də olacaqdır emir. Bir azot yox da tərkibində, ola da eyni səbəb olsun, X səbəb olsun. Buradan emiri X səfayda eləyib, emir bərabərdir, neçən sualdır bu? 15. Emir bərabərdir, 14X bıraq 100, bölünsün 15-ə. Yəni, bölənlər olmalı. Bəli, burada yəni sadəcə X-in qiymətini bir artırırıq, 1-dir. Məsələn, 1 qoyanda hansı rəqəm alınmalı, 2 qoyanda, 3 qoyanda tam düzgün qiymət alınmalıdır, tam rəqəm alınmalıdır. Burada baxırsınız. Hansı kəmiyyət burada belə variantda yoxdur, buradakı yerə variantda. Baxın, görün. Buradan hər tərəfə vermiyorlar. 5-ə böləndə 3, 20, o da 20 ilə də 14, 5'e gidecektir, ne olsun? 20 vurulsun, 14, 280'ler. 280. Ortasıyla ben 93x olacaq, emir, 93x. Yəni, variantları hər birini 93'e bölsə cavabdan farklı, yəni 93'e bölsə. Bəli, 93'e bölməyən, hansı rəqəm ki 93'e bölünürsə belə cavablarda, o deməli uyğun gələnməz, yanlışdır. Bəli. O da bilən var. Aha, hansı variantdır? 5. Aha, sonra 16. CH2 qazının normal şəraitdə sıxlığı ρ 5 qram bölünsüdür. 16. Ρ bərabərdir 5 qram bölünsün litr. Yəni, normal şəraitdə sıxlıq deyil. Normal şəraitdə sıxlıq varsa, nə olmalıdır? Həcm. Bəli, normal şəraitdə həcm nə qədər? 24. Onda tez, normal şəraitdə sıxlığı vurun həcmə, rho vurulsun V, bərabər 24 vurulsun 5, o da bərabər 112-lər. Bu qazın bir tam kütləsi 112-dir. Elə çıxır da, vurduq hesabladı 112. CH2 elə nədir? Bir karbon 12 qramdır. En sayıda karbon 12, bir hidrogen 1 qramdır, 2 evdə 2. O da 14-dür. 14 ev bərabər 112, en də bərabər 8 gəlir. En də bərabər 8. Enin qiyməti 8, C variantı. 17. Aşağıdakı verilmiş maddələrin birində oksigenin oksidləşmə dərəcəsi fərqlənir. Hansı maddənin, o maddəni təyin edir? O elə A variantıdır. Uşaqlar, bilirsiniz ki, bəli, oksigen əksərən oksidləşmə dərəcə mənfikidir, əksərən. Oksidlərdə həmişə mənfikidir, oksidlərdə. Hidrogen peroksiddə, H2O2-də 17. Bəli, burada hidrogen müsbət 1-dir. Deyək ki, birincisində heç olur onlar, ən rahat qayda. Oksidləşmə dərəcələrinin birləşmə daxilində cəbri-cəbri sıfırdır. Cəbri-cəbri sıfırdır. Bir hidrogen müsbət 1-dir. Hər elementin öz ayağını, öz içinə vurun dərəcəsini toplayın. Hər elementin öz indeksini, ayağını, öz oksidləşmə dərəcəsini vurur toplayırsınız. Cəbri-cəbri sıfır bərabərdir. Hidrogen çox zaman müsbət 1, çox zaman. 2 bıraq 1, 2, 2 bıraq x, x bərabərdir 0. 2x bərabərdir mənfi 2, x bərabərdir mənfi 1. İndi opsiyon yoxdur. Kalsiyum oksiddə uşaqlar. Kalsiyum çox zaman müsbət 2 sabitdir, oksigen də xdir. Cəbri-cəbri sıfır bərabərdir. Hər elementin öz ayağını, öz içinə vurur toplayın. Cəbri-cəbri sıfır. 1 kalsiyum 1, bıraq 2, 1 oksigen də x bərabərdir 0, x də bərabərdir mənfi 2, elə uşaqlar. Sonra, başqa hansı maddedir? Dəmir klorür. Yenə eyni şeydir. Oksigen deyək ki, burada dəmir bu birləşmədə elə, bunun ayağındakı rəqəmdir. 3 buna aiddir, müsbət 3-dür. Bu 2 də oksigen aiddir, mənfi 2-dir. Mangan O2. Mangan O2-də oksigen əksərən mənfi 2-dirsə, bu müsbət 4 edir. Bir də mangan 3O4. Uşaqlar, mangan 3O4-də də oksigen mənfi 2-dirsə, mangan hesablayın. Cəbri-cəbri 0, müsbət 3-də 8 və s. Bəli, bir yana baxdıq ki, burada oksigen mənfi 1, peroksidlərdə. Bəli, qalır. 18. Uşaqlar, təkrarlayaq. Xəritə quruluş nəyə deyilir? Molekulun tərkibindəki atomlar bir düz xətt üzrə düzülür. Bir düz xətt üzrə. O da
bir düzgün döndürmə zaman xətti quruluş alınır. Xətti quruluş ne zaman olur? Ümumiyyətlə, atomların düzülüşündə bucaq qiyməti 180 dərəcə olan zaman. Yəni ki, açıq bucaq 180 dərəcə olan zaman. Hansı maddələrdən? Bax, təkrarlayaq. 2 ay yarımqrup elementlərinin, 2 ay yarımqrup elementlərinin, elementləri, berilyum, magnezyum, kalsiyum, stronsiyum, baryum, radyum. Bu elementlərin EH2 hidrogeni birləşmələrində, LX2 halogeni birləşmələrində, karbonla karbon 3 qat rabitəli olan karbonlarda həmişə bucaq 180 dərəcədir, 3 qat rabitəli karbonlarda. Karbonların ətrafında hər tərəf 2 qat rabitəlisə bunlarda, sonra başqa dən qazında yenə 3 qat rabitəli. Bunları harada görsəz, bunların hamısında bucaq quruluşu xətti quruluşdur, düz xəttir. Verilən cavabları bəli, berilyum H2. 2 qrup elementi berilyumun H birləşməsi. Baxın quruluşuna. Hidrogen, berilyum, hidrogen. Yəni ki, hibridləşmə halı sp olan maddələrdə harada hibridləşmə sp görsəz, bunların hamısında hibridləşmə sp-dir bu maddənin arasında. sp hibridləşmə halında olan maddələrdə bucaq 180 dərəcə ümumləşdirilir. A variantı. 19-da aşağıdakı prosesdən neçəsi endotermikdir? Uşaqlar, bildiyiniz kimi, maddə bərk halından maye halına və qaz halına keçəndə biz sistemi qızdırırıq. Biz ona enerji veririk. Biz ona enerji verdiğine göre de sistem bizim verdiğimiz enerjidir. Yani proses olur endotermik. Yadda saklayın. 19'da. Bərk halda maye halından da qaz halına. Soldan sağa gedəndə biz sistemi qızdırdığına görə proses olur endotermik. Yani 2-0'dan kiçikdir, delta H. Daxili enerji artır. Niye artır? Biz sistemi qızdırırıq, bizim verdiğimiz enerjilərdə sistem istilikdir. Ona göre olur entermik olur. Proses geri qaydanda, qazdan mayədən bərkə isə, geri prosesdə isə sistemin özü ucluğu enerjini geri qaytarır. Bəli, ətraf verir. Məsələn, qaynar su döksən, əlin qoysan, əlin silir. Və yaxud da su buxarını buraxsan, su buxarı otağa silir. Məsələn, banyalarda və yaxud da buxar turbinlərində olur da, o seslərdə və s. Deməli, geri qaydanda isə proses olur eksotermik. Yəni, sistem udduğu enerji geri qaytarır. 2-0-dan böyük olur, delta H 0-dan kiçik olur. Daxili enerjidən geniş qaydar. Entalpiya dəyişməsi, daxili enerjinin sistemin enerji dəyişməsi mənfi olur. Çünki nəyə görə? Sistem öz enerjisini ətrafı yayır. Baxın, buxarlama nədir? Mayədən qaza. Deməli, burada olur entermik olur. Desublimasiya, yəni qazdan bərkə geri qayıtma olur, ekstermik olur. Ərimə, mayədən bərkdən mayə entermikdir. Kondensasiya, qazdan mayə eksodur, geri qayıtır, bu buna aiddir. Donma da ki, mayədən bərkə geri qayıtır, bəli, eksodur. Neçə oldu? 2. Qısa elektron formulu 6s2,4f3 olan elementin sıra nömrəsidir. Şuralar, baxın, burada məntiq nədir? Kodlaşdıra gəlirsiniz. Düzdür, orta məktəb kitablarında, köhnə nəşrlərdə, köhnə ədəbiyyatlarda bura kimi kodlaşdırma verilmir. İftanda mən demişdim. Demişdim, yapıda 4 sınıf qaydasında. Kodlaşdırma qaydasına görə 4s2 gəlir ardıcılıqda, ən çox istifadə 3d10 gəlir. 4s2, 3d10-dan sonra 4p6 gəlir. Ondan sonra isə, gəlin baxaq, görək nədir ardıcılıq. Ümumiyyətlə, gəlin kodlaşdırmanı tam yazaq başdan. Dövrdən qrup da olar. İndi cədvəl verilmişsə, dövrdən qrup. Cədvəl verilmişsə, diqqətlə baxın uşaqlar. Elementin, 20 dənə, elementin qısa elektron formulu 6s2, 4f3 ilə tutarırsa, baxın, qabaqdakı ən böyük rəqəm 4-dür. Kodlaşdırmada qabaqda olan ən böyük baş kvant ədədi və yaxud da təbəqə nömrəsi bərabər 4 nömrəsinə. Element yerləşir 6-cı dövrdə. Qrup nömrəsi isə F ilə tutan elementlər avtomatik harada yerləşir? 3B yarım qrupunda. Harada F yarım səviyyəsində elektron görsəniz, axırda yarımçıq vəziyyəti görsəniz, necə tam da olmasa da, ya tam da olsa, ondan sonra elektron olmasa. Yəni, ən axırı F ilə tutarlarsa da, F ilə tutan elementlər hamısı yerləşir 3B-də. 3B-də hansı element yerləşir? Lantanoidlər, aktinoidlər. Yəni, daxili keçid metallar. Bəli, bu yerləşir 6-cı dövrün 3B-sində.
Belə baxan zaman baxın orada, məncə orada görsəniz. Çünki niyə? 3 yarım qrupunda lantanoidlər və aktinoidlər aşağıdadır. Onu 100% görə bilirik ki, bu 3 B-də hansıdır? Əgər bu əsas yarım qrup olsaydı, ya da D bloku olsaydı, hə, bilərlərdir D bloku. Ona görə də biz məcbur kodlaşdırmanı başdan başlamalıyıq ki, bura kimi gəlməliyik. Gəlin başdan başlayaq. X elementi kodlaşdıraq. Oradakı cədvəldə amma 18 qrupluq tam cədvələ Bəli, 18 qrup cədvəldə isə orada qəşə bilmək olar, tapa olar. 1S2 üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 6, 4S üstü 2, 3D üstü 10, 4P üstü 6. Baxın, bura kimi gəldik. Deməli, bura kimi sırədir, 36. Baxın, bura kimi 36 edir. 1S üstü 2, 2S üstü 6, 10, 3S üstü 6, 18, 4S üstü 20, 3D üstü 30, 4P üstü 36. Deməli, 5S üstü 2, 4D üstü 10, 5P üstü 6. Burası belə gəlir. Bundan sonra nəzər 6S üstü 2 və ən son ilk tarafdır. 4F üstü 3-dən. Toplayın. Elektronların cəmi. 2 burada, 2 burada, 6 burada, 10, 12, 6, 18, 20, 30, 36, 38, 48, 54, 56, 59. Bu elementin sıra nömrəsi və ya proton sayısı və yaxud da elektron sayısı və ya 59-dur. Bəli, əlavə elementli olan, daha doğrusu daxili kesit elementi olan F bloklu elementdir. 21-də aşağıdakı neçəsi polyar kovalent rabitədir uşaqlar. Deməli, polyar kovalent rabitə nəyə deyilir? İki müxtəlif qeyri-metal atomu arasında olan rabitə. Polyar kovalent rabitə. 2 dənə elementdir. O və H, bir də F-lə. Hə, deməli 21-də oksigenlə H arası polyardır. Oksigenlə oksigen arasındakı qeyri-polyardır. 2 eyni qeyri-metal. Bu polyar kovalent rabitədir. Hidrogenlə hidrogen 2 eyni qeyri-metal. Qeyri-polyar kovalent rabitədir. Natriumla natrium, uşaqlar, metal rabitəsi. Metal rabitəsi, bəli. Natriumla yenə kalium var da, yenə müxtəlif metal rabitəsidir. Bir də florla oksigenlər, bəli, flor oksigen polyar kovalentdir, metal rabitəsidir. Bu da metal rabitəsidir. Polyar hansıdır? Bir budur, bir. Bir də budur. Flor oksigenlə, iki dənə. Bəli, ikisi polyardır. 22. Nə? O yoruldu o, vaxtımız da az qalıb. Bəyəkdən üçlü artıq tam bitirir. Elektron işindən başını ona baxdıq. Baxmaq da deyilədir ki, proyektör işlərini çıxırdı, dansıda. Belə baxaq, məsələlər baxaq. Mən davranın biraz hidrogen oksigen Başqa ədəbiyyatları var, göndərəcəm bunları, baxarsınız. 22-də 8 uşaqlarında. Bəli, 8,2 qram. 22. Deyir, 8,2 qram dəmir metalın nəsində müəyyən qədər dəmir 2 sulfit olduğu məlumdur. Yəni, cəmi 8,2 qramdır, qarışıqdır da. Bunun içərisində müəyyən qədər dəmir 2 sulfit maddəsi var deyir. Nümunədəki kükürt miqdarını təyin üçün nümunə öncə artıq miqdarda xlorid turşusunda həll edilir, ayrılan qaz distil edilir və kadmium iyonu məhduddan keçirilir. Nəticədə 2,888 qram narıncı rəngli çöküntü əmələ gəlir. Başlanğıc nümunədə kükürt atomlarının kütlə payını hesablayın. Aha. Uşaqlar, baxın, nə baş verir? Birinci prosesdə bu dəmir kütləsi tərkibi xloridlə reaksiya aparılıbdır. Xloridlə reaksiya aparanda onun tərkibindəki dəmir 2 sulfit H xlorla reaksiya edilibdir. Alınıbdır dəmir 2 xloridlə, hidrogen sulfit bəli. Buradan çıxan qaz laq.il zəhərli qaz H2S qazıdır. Əmələ gələn H2S qazını suda distil edirlər və məhlulda onu deməli kadmium iyonları olan məhlulda keçirirlər. Və kadmium iyonu sulfit iyonunla birləşir məhlulda. Alınır kadmium sulfit çöküntüsü. Həmin dediyi çöküntü. Sarı çöküntü, sarı narıncı çöküntü alır. Bəli.
Demək, alınan çöküntünün miqdarı deyir ki, 2 nöqtə, 2 nöqtə. Bu çöküntünün miqdarı 2.888 lira. Normalda alınan kadmium sulfit nə qədərdir? Bir kadmium 112.4'dür. Bir dənə 232 toplayım. 112.4 32. Neçə eləyir? 144.14 lira. Eləmi? Bəli, çıxıram. 144.4. 144.4 gram alınanda kadmium sulfit. Burada nə qədərdir? 1 mol. Deməli, 1 mol kükürt iyonu, reaksiya verəndə iyonu 144.4 gram kadmium sulfit salır. İndi bu neçə mol kükürt var ki, burada iyon qalında? 2.888 gram çöküntü əmələ gəlir. Tapın ikisi qiymətini. %2. 0,2 mol kükürt iyonu neçə qramdır? Kütləsini hesablayaq. 1 mol kükürdümüz 32-dirsə də 0,2 mol m qramdır kükürdün kütləsi. M-də bərabər hesablayın 0,64 edər. 0,164. Başlanğıc maddə nə qədərdir? 8,2 qram qarışıqdır. 8,2 qram qarışığın tərkibində kükürt atomunun kükürt iyonu fərqi yoxdur. Kütlə payı nə qədərdir? Hesablayaq. Deməli, omega faiz kükürt bərabərdir. Deməli, 0,164 bölünsün 8,2 bıraq 100. Bəli. Hesablayın. 0,7. Aysa, 0,78'de onu da 100'e vurur sonra. Muhasebe faizi sevilmek için o da 7,8 faiz. Aysa, 7,8 faiz. Bu kadar. Cevablar. Yaxşı məsələdir. Sadəcə biraz uzun yazıqlar, yəni gözünüz qorxmaz elə məsələlərdən. Uzun bir şey görəndə, uzun da yazanda, orada bir dənə iki dənə cümlə lazımdır. Vacib olan cümlələr. O da axıra yaxın dedi onlara. Yəni məsələdən qorxmayın qətiyyən. 23'də. Eyni kütlə götürülmüş gübrədə hansında azot cəhətdən daha zəngindir? Deməli, eyni kütlə götürəndə nəyə baxmaq lazımdır? Hamısının 1 mol kütləsini götürün, birinci yoxlayın. Hamısının 1 mol kütləsini götürəndə hansı gübrənin molyar kütləsi az olarsa, eyni kütlə götürüləndə o gübrənin nəyə çox olur? Mol miqdarı. Hansı gübrənin molu çoxdursa, onun tərkibində də ona uyğun azot çoxdur. Əlbəttə ki, bunun 1 molundakı azot miqdarına baxmaq lazımdır, əlbəttə, ona uyğun. Baxın özünüz. A variantında bir dənə azot var. Bir azot 14 gramdır. Deməli, hamısını... Aha. Məsələn, D-yə nisbətən daha az olacaq, D-də 2 dənədir. Bəli, siz orada diqqət yetirin ki, hansını eyni kütlə götürəndə, hansı maddənin 1 mol kütləsi, molyar kütlə kiçik olarsa, o maddənin molu böyükdür. Və onun molunu da vurun, tərkibindəki azotların sayına. Neçə azot var? Burada siyasi beləcə variantı düzgündür məsələ. Çünki burada 2, 4 dənə bu tərəfdədir, 3 dənə burada. Onda ümumi kütləyə 168-dir desəm kütləsi. Onu böləndə vurulsun, bunun əmsalına vurulub böləndə daha çox çıxacaq. Yəni, baxın da məsələ qaydasını dedim. Düz orada rəqəmlər çoxalır. Bütün hamısı, bütün variantlardakı maddələrin orada olan miqdarını hesablayır, tam miqdarını, orada verilənləri. Və ən böyük kütlə hansıdırsa da onu uyğun bərabərləşdirir, ən böyük kütlə uyğun. Ən böyük kütlə uyğun yerləşdirəndə orada təbəşsiz hər maddənin mol miqdarıdır. Tapdığınız molda vurarsınız, oradakı maddənin tərkibindəki azotların sayına. Ondan sonra da oradakı maddənin 1 mol kütləsi nə qədərdir, onu nəzərə alın. O maddənin bir tam kütləsi. Və ya fərqi yoxdur. Eyni kütlə topluyorsunuz, hamısı kütləsi eyni daxıra. Orada tapdığınız azotun miqdarını böləksiniz bütün maddənin eyni kütləsinə. O da məntiq nədir? Məxrəc eyni olduğuna görə də sürətə böyük olan böyük olacaq. Orada məntiq nədir? Hansı ifadə sürət böyük olsun? Hansı gübrənin tərkibində eyni kütlə olan zaman azotun miqdarı daha çoxdur. Ona baxmaq lazımdır. Eyni kütlə olan zaman azot miqdarı daha çox olmalı. 24. Hava ilə təmasda maqnezium oksidlə maqnezium nitrit maddəsi əmələ gətirir. Bu qarışığı haşıqlıq məhdudundan keçirdikdə deyir ki, 2 reaksiya baş verir. Maqnezium hidroksid, maqnezium oksidlə haşıqlıq
alınır magnezium kloriddən su, bir də magneziumdan H klor, magnezium kloriddən alınır NH4 klor. Aha. Məsələn, şərtinə baxalım deyir. Deyir ki, məlumdur ki, qarışığı tam həll etmək üçün 0,8 mol H klor sərf olunubdur. Reaksiya əsasında alınan məhlula artıq miqdarda natrium OH əlavə etdikdə, natrium OH əlavə etdikdə, artıq miqdarda. Bu zaman ayrılan qazın miqdarı 2,24 litrdir. Hansı qaz ayrılacaq o maraqlıdır. Başlanğıcda hava ilə təmasda olan maqnezium kütləsini təyin edin. Aha. Deməli uşaqlar, birinci qayda, reaksiya əmsallaşdırılır da 24-də. Magnezium oksidlə 2 mol H klor, alınır magnezium klor 2, üstəgəl H2O. Bu birisi maddə isə magnezium nitrit, üstəgələk H klor, 3 magnezium klorid, üstəgəlsin NH4, 2 NH4 klor. Aha. 3 mol magnezium kloridə, 8 mol H klora. Aha. H klor 8 mol, 1,2. Bir də H klora 8 mol. Bu 8 elə. Ha. Şu an bir şey də var da burada. Magnezium oksigenlə təmasda olduqda alınır magnezium oksid, bu da var. Bir də magnezium azotla təmasda olduqda alınır magnezium nitrit. Bunu əmsallaşdırın. 3, bura 1-dir. İndi gəlin baxaq. Qarışığı tam həll etmək üçün 0,8 mol H klor sərf olunubdur. Deyək ki, buradakı magneziumun reaksiya miqdarı X olsun. X olanda X mol magnezium oksid alınır. Burada isə olsun Y mol, məsələn. Onda deməli, Y mol reaksiya zamanı olacaqdır. 1-3 mola 1 mol alınırsa, onda bu olacaqdır Y bölünsün 3 elə. Aha. Bu qədər də alınır magnezium maddəsi. İndi baxın, bunun deməli 2 mola 2 mol olsa X mol X mol. Bax, bunun 1 moluna 2 mol sərf olursa, X moluna olacaqdır 2X. Bunun 1 moluna 8 mol sərf olursa, onda bunun deməli 1 bölək 3-ə də N olsun. N bərabərdir. 3 bölü 8 olacaqdır. Y bölü 3 bıraq 8. O da 8Y bölünsün 3 elə. Yəni, buradakı miqdarı sərf olacaq. Sonra deyək ki, bunların H klorun miqdarı 0,8-dir. Yəni, bununla bunun cəmi 2X-lə 8Y bölək 3-ün cəmi 0,8-dir. Hər tərəf 3-ə vuraq. 6X gələk 8Y bərabərdir 2,4 elə. Düzdürmü? Eləcə qalsın. Reaksiya əsasında alınan məhlula artıq miqdarda natrium OH əlavə etdikdə, bu zaman ayrılan qazın miqdarı 2,24-dür. Gəlin baxaq görək, buradakı hansı maddəyə natrium OH əlavə etdikdə qaz alınır. Bildiyiniz ki, bu maddə olacaq da. Deməli, yazaq reaksiyanı. NH4 klor, ammonium klor, üzəgər natrium OH. Ammonium buzlarına qələmlərlə təsir etdikdə, ammonium qələmin OH-ına birləşir və xlor birləşir natriumla. Alınır natrium klorid, alınır NH4 OH. Bu da dərhal parçalanır ammonyaka və suya. Normal reaksiya gələn sallaşdıraq. Normalda elə biri birədir də. İndi buradakı ammonium klorid nə qədərdir? 1 mola 2 moldursa, Y bölək 3-ə də olacaqdır 2 dəfə çox. O da 2Y bölünsün 3 elə. Aha. Deyir, bunun miqdarı 2,24 litr qaz. Yəni, o da bərabərdir 0,1. Normal şərətdə 48,4 litr. Normalda burada 2 moldur da. Deməli, normalda 48,4 litr alınır. 44,8 alınır bunun miqdarı. 44,8 alınanda buradakı sərf olan H-klor nə qədərdir? 8 mol. Yəni 2 mol sərf olanda, 2 mol alınanda. Burada 8 mol, 1 mola 4 mol elə. Tamam, bir dəqiqə. Biz burada qazı yazırıq. Bu qazın miqdarı buradadır burada. Bu qazın miqdarı buradadır. Burada bu qaz elə belə yazaq bu yerdə. Bunu yerə yazaq NH3-lə H2O. Normalda bu 1 mol sərf, 1 alınır.
da. Bu 1 alınanda, 1 alınanda bu 1 mol sərf olur. İndi bu 0,1 neçə mol alınıbdır? 22,4. 0,1 mol. Bu 0,1 mol alınıbsa, bu da sərf olacaq 0,1 mol. İndi bu normalda burada 2 mol alınır. Bu 2 mol alıb 8 mol sərf olur. İndi bu 2 mol alınanda 8 mol sərf olubsa, bu 0,1 mol alınmalıdır burada. Onda 2'lik bölünsün, 2'lik bölünsün. 3 bərabər 0,1, 2'lik bərabər 0,3. 3 bərabər 0,125. Yox, böyle 100. Yox, belə 115. Elə? Aha, tapdıq. İlik 0,15'dir. İlik. Aha. İlin qiyməti nə qədər burada? 0,15'dir. Bu tapdıq burada. 0,15. Bu qalsın burada. İndi bunu hesablayaq. Burada yerə qoyuq. 0,15 yerə qoyuq. Burada. 2x üstə gələr. 8 bıraq 0,15. Bölünsün 3. Bərabər 0,8'dir. Deməli, 2 dəfə vuranda, 2 vuranda 0,3, 4 dəfə artıq 1,2 ilə. 1,2 ölçə bölür. Buraya 1,2 elə. 1,2. Onda 2x üstə gələr 0,4 bərabərdir 0,8-ə. 2x bərabərdir 0,4. Faiz olur. X-in qiyməti də 0,2. İndi bunu çevir kütləyək. 1 mol maqnesium nə qədərdir? 23,4. 24,4 elə. Bunu burada 0,5 mol hesablayın. 1 molu 24,3. 0,15 molu M. Burada M hesablayın. Bu birisində də yenə 1 molu 24,3'dür. Hesablayın 0,2 mol. O da M. Sonra toplayarsınız. Oradan M'in qiyməti 3,45 olur. Bəs bu birisi? Digərində bu M ora qoyuq da. Möhtəc yoxdur. 8,6'nı buna bölməkdir. Buradakı başqa evdir. Buradakı mola görə başqa evdir. Bu başqa evdir. Hə, o başqa. Bu da başqa evdir. Elə ki, hər mola görə ev tapsınız. Burada olur 8,6 ev. 0,2 mol. 0,2. 4,86. Bununla onu toplayırsınız. Cəmi kütlər. 4,86 ilə 3,65'i cəmi. 8,505. 1505, yəni 8,5. Bəli. Doğrudur. Yəni, ola bilər də Olimpiyada məsələdə istər-istəməz indi Olimpiyadadakı ali bir şey olması deyil ki, olur aslında. Yəni, belə məsələ olur. Çətin deyil sadəcə. Burası bir neçə mərhələ var. Yəni, 2 mərhələ, 3 mərhələ və s. Sonracı 25, aşağıdakı turşulardan, bu qeyd edəməyiniz. Turşular əzbərdir. Bildiyiniz kimi, baxın, bir qayda var. Halogen turşularından, H-flordan H-yoda doğru, yuxarıdan aşağıda. Turşuluq artır. Niyə? Çünki halogenlərdə yuxarıdan aşağı atom radiusu artır. Atom radiusu artdığına görə də avtomatik mərkəzi atom halogen hidrogenə görə zəif birləşdirir. Zəif birləşdirə görə də get-gedə turşuluq güclənir. Çünki hidrogen tez olur. Arrhenius nəzəriyyəsinə görə turşulardan hidrogen kationu nə qədər tez qoparsa, turşu da bir o qədər qüvvətlidir. Deməli, H-flor qüvvət turşudur. Bəli. H-flor 25. H-flor yuxarıdadır, zəifdir. H-flor qismən qüvvətli turşudur. H3PO4 bəli, orta qüvvət qismən, yəni zəifə yaxındır. İntrakt turşusu qüvvətlidir. Bəli, H-qopur. H-yodakı bəli, yuxarıdan aşağı gələndə qüvvətlidir. Baxın uşaqlar, yazıram. H-flor, H-flor, H-bron, H-yod. Bəli, yuxarıdan aşağı halogenlərin hidrogen turşuna qüvvətlənir. Niyə qüvvətlənir? Atom radiusu artır. Ona görə məsafə artdığına görə halogenlər mərkəzi atom kimi ona birləşən hidrogenləri zəif çəkilir. Və zəif çəkilən zaman hidrogen nə qədər tez qoparsa da bir o qədər turşu qüvvətli olur. Yəni, Arrhenius nəzəriyyətinə görə turşulardan hidrogen kationu nə qədər tez qoparsa da turşu bir o qədər qüvvətli olacaqdır. 1, 2, 3. Buradakı 3 turşu qüvvətlidir. 3 turşu, bəli. Bitti uşaqlar. Yaxşı. Deməli, gələn dərsimizdə kimi də, gələn həftə ərzində
Mən çalışacağam görüb tapa bilsəm atacağam qruplara. İngilis dili buna vəsaitləri də qrup atacağam hamısına. Həmin o vəsaitləri də mümkün dərəcədə